Səbəbə bağlı olaraq olur. Məsələn, ən yaxşı xəstəlik deyək, ən müalicəyə tabe olan xəstəlik xoşxassəli pozisiya bağlı baş gicərlənmədir. Kristallar yerinə otuzdurulur. Təkrar çıxma ehtimalı varmı? Var, lakin azdır. Yəni, manevr elədiyim 8 il, 7 il əvvəl manevr elədiyim xəstələr var ki, hələ də təkrar baş gicərlənmə şikayəti olmayıb. Nadir hallarda bəzi pasiyentlər var ki, 1-2 pasiyentim var, 2 ya 3-cü dəfə gəlir. Amma bunun təkrar yaranmasının da bir səbəbi var. D vitamini əksikliyi, son zamanlar bunu xüsusi olaraq vurğulayırlar. D vitamini əksikliyi qulaqda kristalların yerini dəyişməsinə səbəb ola bilir. Ona görə müəyyən həddən yuxarı saxlamaq lazımdır D vitaminini. Bir də avtoqəzalarda məsələn təkrar ola bilərsə, başın travmasından sonra bəzən hər iki tərəfdə çıxır qulaq kristalı, bəzi eyni tərəfdə 2 kanalda çıxır. Yəni tək kanalda olanını görmək biraz asandır. Arxa kanal daha çox rast gəlinir. Lakin 2 kanalda olanda qarışır biraz çətinləşir onu təyin eləmək. Lakin yerinə saldıqdan sonra demək olar ki, xəstə normal həyatını davam edir.